Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şək TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı X hesabında yeni görüntülər paylaşıb. Paylaşımda qeyd olunur. Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə aid video görüntüləri paylaşmışdım. Bugün isə dəhliz çərçivəsində inşa olunan yüksək sürətli avtomobil yolunun videosunu təqdim edirəm. Bu layihə regionun gələcəyini formalaşdırır. Bugün Azərbaycan və Ermənistan deputatları arasında görüş baş tutub. Görüş ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında keçirilib. Görüşdə əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv diyaloqunun vacibliyi vurğulanıb. Bugün dünyada və ölkədə bir sıra veb saytların fəaliyyətində problemlər yaranıb. Elektron təhlükəsizlik xidməti saytların fəaliyyətində yaranan problemlərlə bağlı açıqlama yayıb. Qeyd edilib ki, hazırda qlobal kiber təhlükəsizlik xidmətləri göstərən Cloudflare şirkətinin şəbəkəsində geniş miqyaslı texniki problem müşahidə olunur. Nasaslıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb. Açıqlamaya görə şirkət hazırda problemin aradan qaldırılması istiqamətində işlər görür. Türkiyə və ABŞ arasında əlaqələr Trumpın yenidən prezident seçilməsindən sonra daha da intensivləşib. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan açıqlama verib. Nazir bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Donald Trump arasındakı yaxın dostluq iki ölkə münasibətlərinə əlavə dinamika qatır. Onun sözlərinə görə Ankara Vaşinqtonla enerjidə daxil olmaqla bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək və ticarət dövriyyəsini illik 100 milyard dollara çatdırmaq üçün qətiyyətli şəkildə çalışır. Hakan Fidan onu da əlavə edib ki, Trump administrasiyası ilə Qəzzadan Suriyaya, Ukraynadan Cənubi Qafqaza uzanan geniş bir coğrafiyada yaxın diyaloq aparılır. Noyabrın 19-da ölkə ərazisində havanın 22 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 7-11, gündüz 17-21 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şək TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.